Hər vaxtınız xeyir olsun mənim dəyərli dostlarım. Mövzum natural ədədlər haqqında olacaq ki, burada qısaca özət yazmışam. Qısaca bunlardan danışacağam sizə. Başlayaq vaxt itirmədən ilkin olaraq rəqəm və ədəd anlayışları ki, bu tamamilə fərqli anlayışlardır. Rəqəm nədir? Rəqəm 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, bunlar rəqəmlərdir. Bax dostum, Azərbaycan əlifbasında 32 hərf var, düzdürmü? Bütün hərflər, daha doğrusu bütün sözlər bu 32 hərf vasitəsilə əmələ gəldiyi kimi, riyaziyyatında əlifbası gördüyüm bu rəqəmlərdən ibarətdir. Rəqəm sayım 10-dur. Yəni bütün sonsuz ədədlər çoxluğu, ağlına gələn, gələ bilməyən bütün sonsuz ədədlər çoxluğu məhz bu 10 rəqəm vasitəsilə əmələ gəlir ki, hansı ki bu rəqəmlərin ən kiçiyi 0, ən böyüyü 9-dur. Aydın olduğu rəqəm sayımız neçə oldu? 10. Yəni riyaziyyatın əlifbasında 10 rəqəm var. Məsələn, 23 hər hansı 2 rəqəmli ədəddir. Ədəddir. Hansı ki bu ədəd 2 və 3 rəqəmlərinin vasitəsilə əmələ gəlir. Məsələn, 7 bir rəqəmdir. Həm də nədir? Ədəd deyə xitab edə bilərik. Dostlar, belə deyim də, ədəd daha böyük anlayışdır. Yəni, ədədin içində rəqəm var, fəqət rəqəmin içində ədəd yoxdur. Rəqəm, dediyim kimi, 0-dan 9-a qədər olanlardır. Yəni, 0-dan 9-a qədər ki, biz buna rəqəm deyirik və bütün sonsuz ədəddə, məsələn, -217 bir ədəddir. Hansı ki, 2, 1 və 7 rəqəmlərinin vasitəsilə əmələ gəlir ki, mənfi də burada simvoldur. Və yaxud da -2-1, -2-1. Yəni, hansı ki, 1 və 2 rəqəminin vasitəsilə əmələ gəlir ki, orada mənfi və kəsr xətti bir simvol. Yəni, rəqəmi bildik, ümidvaram. Keçək ədəd haqqında ki, ədədlərin həqiqi ədədlər çoxluğundan. Qısaca bunlardan ona görə verirəm ki, dostlar, ümumi olaraq natural sağı solu kimdir? Rasional, irrasional nədir? Əlbəttə ki, mövzusu sırası gələndə bunlardan daha geniş danışacağam. Burada qısaca özət olaraq üzərindən keçəcəm. Natural ədədlər bilirik ki, sayarkən istifadə etdiyimiz ədədlərdir. Hansı ki, N hərfi ilə işarə olunur. Yəni, bir yerdə deyəndə ki, A və B daxildir N. Adam demək istəyir ki, A və B ədədləri burada natural ədəd. Yəni, hər zaman deməyə borclu deyil. Bəzən işarədən qanan olmalıyıq. Natural ədədlərdən ən kiçiyi 1-dir, ən böyüyü yoxdur. Və yaxud da nə deyirik buna? Sonsuzdur. Sonsuz. Ən böyüyü, ən kiçiyi 1-dir, ən böyüyü sonsuz. Yəni, yer üzünə ilk natural ədədlər gəlibmiş. 1-dən başlayıb, 2, 3 gedib, müsbət sonsuzluğa qədər gedib. Sonra biraz dövr keçib, yer üzünə yeni çoxluq gəlib ki, buna tam ədədlər çoxluğu deyilir. Tam ədəd nədir? Tam ədəd leksik mənazada bir kərə görürsən ki, bu tam olmalıdır. Və hərf olaraq Z hərfi ilə işarə olunur. Yəni, bir yerdə sənə desə ki, A, B daxildir Z, bil ki, adam söhbət tam ədəddən gedir demək istəyir. Tam ədədlər bölünür. Müsbət tam, bax, diqqətli ol, müsbət tam və mənfi tam və 0. Müsbət tam demək, dolayısıyla sənə elə gəlmir ki, bu elə natural ədədlər deməkdir də. Bax, müsbət tam dolayısıyla natural ədəddir deməkdir. Yəni, sağ əli ilə sol qulağını tutub, müsbət tam deyəndə natural ədəd ağlına gəlsin. Mənfi tam, hansı ki, natural ədədlərin əksi. Yəni, -1, -2, -3 və s. mənfi sonsuzluğa qədər gedir. Və 0. Bunların üçü birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Qısaca özətləsək, tam ədədlər, bütün mənfi ədədlər, bütün müsbət ədədlər 0 birlikdə tam ədədə əmələ gətirir. Bax, ədəd oxumunda göstərsək, dedik ki, birinci yer üzünə natural ədədlər gəlir. 1, 2, 3, nəysə ki, buradan sonsuzluğa qədər gedir. Sonra gördü ki, adam görür ki, ərazi boşdur. Gəldi, dedi, qardaş, bura -1 olsun, bura -2 olsun, məsələn, bura -3 olsun. Yəni, bu yanda mənfi sonsuzluq. Buranda aldı bir nəfər. Sonra 0-ı da götürdü, burada 0 var. Və naturalı da götürdü. Dolayısıyla tam ədədlər daha iri anlayış olaraq, necə ki, rəqəm ədəd arasındakı fərqdən, tam ədədlər daha iri ölçülü anlayışdır. Yəni, tam ədədin içində natural ədəd var. Yəni, 7 ədədi həm naturaldır, həm tam ədəddir. -7 ədəd isə yalnız tam ədəddir. Çoxluq olaraq desək, natural ədədlər tam ədədlərin alt çoxluğudur. Nəysə, tam ədədlər haqqında dedik ki, bunlar. Sonra gəlirik rasional ədədlərə. Aha. Ki, rasional ədədlər, bax, Q hərfi ilə işarə olunur. 1. İkinci, qayda olaraq belə deyilir. Kəsr şəklində göstərilə bilən bütün ədədlərə rasional ədədlər deyilir. Yəni, təkrar edirəm, kəsr şəklində göstərilə bilən. Nədir ki, məsələn, 2-1, zaten kəsr şəklindədir. 0,7 kəsr şəklində göstərə bildim. 0,5, 9,5 görsən, kəsr şəklində göstərə bilirəm də. Və məhz bütün kəsr şəklində göstərə bildiyim ədədlər rasional ədədlər deyilir. Ki, kəsr şəklində deyərkən, dostlar, bax, burada M, məxrəcdə N. Kəsr xəttidir. M hər zaman tam ədəd olmalıdır. N də gördüyün kimi natural ədəd olmalıdır. Xəttin adı da kəsr xəttidir. Burada bunu yazmağı unutmuşam. N hər zaman 0-dan fərqli olmalıdır. Yəni, çünki 0-a bölmə yoxdur. Bax, dostum, rasional ədəd kəsr şəkli dedim ki, kəsr şəklini anladınız. Mən sizə desəm ki, uşaqlar, məsələn, 7 ədədi az öncə dedim axı, natural ədəddir. Sonra dedim, tam ədəddir. Sonra desəm ki, uşaqlar, bu həm də rasional ədəddir.
təcrübli gələrmişsə ki, bəzilərinə əlbəttə ki, bilənlərlə işim yox. Yəni 7 dostlar, məsələn 7, yəni istənilən natural ədəd həm də dolayısıyla rasional ədəddir. Necə müəllim deyirsənsə, deyə bilərsən, axı kəsr şəklində necə? Məsələn 3. 3 bax kəsr şəklində göstərim də sənə. Aha, bax kəsr şəklində göstərdim də. Bu nə deməkdir? 3 kəsr xəttinin başqa adı bölməkdir. 3-ü 1-ə böləcəm, 3 eləyəcək. Dolayısıyla hə 3-ü belə yazmışam, hə 1 də 3 kəsr şəklində yazmışam. Gördüyün kimi istənilən tam və yaxud da natural ədədi mən kəsr şəklində göstərə bilirəm. Məsələn -2-ni -2 böl 1 şəklində göstərə bilərəm və heç kim də sənə heç nə deyə bilməz. Yəni dolayısıyla belə deyək də, birinci dedim yer üzünə natural ədəd gəlir. Sonra biraz dövr keçdi, tam ədəd gəldi. Sonra dəvədən böyük bir fildə gəldi, hansı ki buna biz rasional ədədlər deyirik. Aydın oldu, bax göstərirəm. Məsələn 7 elə tutmuşam 7-dən Allah xeyir eləsin. 7 həm natural ədəddir, həm tam ədəddir, həm rasional ədəddir. -7 yalnız tam ədəddir və rasional ədəddir. Və -7-də 1 yalnız və yaxud da müsbət olsun, fərqi yoxdur. Yalnız rasional ədəddir. Aydın oldu, bir kərə bunu ümidvaram anlaya bildiniz. Keçək irrasional ədədə. İrrasional ədəd burada daha yaxşı anlayacaqsınız rasional arasındakı fərqi. İrrasional ədəd, yəni qeyri-rasional olan deməkdir. Hansı ki kəsr şəklində göstərilə bilmir. Bəli, kəsr şəklində göstərilə sən bunu bilmirsən. Məsələn, kök çıxmayan bütün ədədlər, məsələn, kök altı 2 irrasional ədəddir. Təqribən 1/4 falan filan sonsuza qədər gedir, fəqət təkrarlanmır. Yəni eyni ədəd davamlı olaraq gəlmir. Pi deyirik buna. Təqribən 3/14, 15 falan filan belə sonsuza qədər gedir, təkrarlanmır. Mən bunu kəsr şəklində göstərə bilmirəm. Euler hesabı 2/71 falan filan sonsuza qədər gedir. Kök altı 17, kök çıxmır. Bax, kök altı 17, kök altı 16 ilə 25, yəni 4 ilə 5, yəni 4 tam onda neçədir? Gördüyün kimi, yəni mən bunu kəsr şəklində göstərə bilmirəm. Məsələn, 0 dövrdə 5 də, bu da dövrüdür. Dolayısıyla nə deməkdir? 0, 5, 5, 5. Görürəm təkrarlanır da 5. Mən bunu ipin üstünə odun yığıb, bunu 9-da 5 şəklində göstərə bilirəm. Fəqət bunlar da sonsuz gedir, amma təkrarlanmır. Təkrarlanmır deyəndə mən bunu heç cür kəsr şəklində göstərə bilmirəm. Bu arada bu o demək deyil ki, harda bir kök ədədi gör, kök altı işarəsində gördün. Bu irrasionaldır. Bu məsələn kök altı 16 irrasional deyil. Çünki bundan kök çıxır 4. Bu həm tamdır, həm naturaldır, həm rasionaldır. İrrasional ədəd i hərfi ilə işarə olunur, bəzi mənbələrdə Q' kimi də işarə oluna bilər. Ümidvaram ədədlər haqqında qısaca məlumat aldıq. Digərində mən artıq natural ədədlərin dərinliyinə düşəcəyik, sadə, mürəkkəb falan filan hamısını məlumat verəcəm. Əlbəttə ki, qısaca dedim ki, natural ədədlər haqqında, daha doğrusu ədədlər haqqında məlumatınız olsun. Bax, bütün bu natural, tam, rasional, irrasional həqiqi ədədlər çoxluğudur. Həqiqi ədədlər çoxluğudur. Həqiqi ədədlər çoxluğu ilə paralel xəyali ədədlər çoxluğu da var ki, o da bir başqa dünyadır. Onun da sırası zamanı gələr, onda danışacağıq. Həqiqi ədədlər çoxluğu deyəndə buna aiddir. Natural ədədlər, tam ədədlər, rasional və irrasional ədədlər birlikdə həqiqi ədədlər çoxluğunu əmələ gətirir. Keçək bu 6-da nə demək istəmişəm? 6-da demək istəmişəm ki, uşaqlar düşünün, əgər A və B natural ədədlər olarsa, iki natural ədədin cəmi hər zaman natural ədəd eləyir, eləmir. Əslində sual verəcəm uşaqlara, burada cavabını yazmışam. Hər zaman natural eləyir. İki natural ədədin fərqi hər zaman natural eləyirmi? Məncə eləmir. Məsələn, 6 çıx 2, 4 super eləyir, amma 2 çıx 6 -4 eləyir ki, bu da natural ədəd deyil. İki natural ədədin hasili hər zaman natural ədəddir. Buna bir şübhəniz yoxdur. İki natural ədədin nisbəti amma hər zaman natural ədəd eləmir. Edə də bilər, etməyə də bilər. Məsələn üçün, 6-nı 2-yə böləcəm 3, 2-ni 6-ya böləcəm 3-də 1 eləyir ki, 3-də 1 də biz bilirik ki, az öncə dedim, rasional ədəddir. Ona görə də iki natural ədədin cəmi və hasili hər zaman natural eləyir. Fəqət fərqi və nisbəti hər zaman natural eləmir. Edə də bilər, etməyə də bilər. Sənə ev tapşırıq, özün araşdırarsan, tam ədədlərini özün araşdır yazmışam. Yəni tam ədədlərin səncə cəmi, hasili, nisbəti, fərqi tam ədəd eləyirmi, eləmirmi? Və 7-ci punktda nə yazmışam? Natural ədədin natural üstü qüvvəti naturaldır. Şübhəsiz də, yəni məsələn demək istəmişəm ki, məsələn silinsin 2 üstü 5 natural ədəd. Şübhəsiz 2 5 dəfə öz-özünə vuranda natural eləyəcək. Burada bilməyəcəyimiz bir şey yoxdur. Sadəcə bəzən şərtlərdə variantlar arasında olanda uşaq çaşır, yəni bu nə demək istəyir? Demək istədiyi buydu. Keçək digər etaba. Say sistemindən danışaq. Mövqeli və gördüyünüz kimi mövqeli və mövqesiz say sistemindən. İlkin olaraq mövqesiz say sistemindən danışım uşaqlar. Mövqesiz say sistemi adı üzərində mövqeyi olmayan say sistemidir. Yəni məsələn burada nümunə olaraq göstərmişəm. Məsələn elə bunu danışım mən sizə. Məsələn 222 ədədi. Bu ədədin mən mövqelidən qısaca danışım, mövqesizdə onun tam əksi olacaq. Yəni burada məsələn 222 ədəd, düzdürmü uşaqlar? Məhz bu 222 ədədi
Hər biri 2 olduğuna görə buradakı 2-yə başqa cür xitab edirik. Ortadakı 2-yə başqa cür xitab edirik. Sondakı 2-yə də başqa cür. Məsələn, buradakı 2-yə biz nə deyirik? 200, düzdür? Bax, yazıram hətta 200. Ortadakı 2-yə nə deyirik? 20. 20. Ən sondakı 2-yə də elə 2 deyə xitab edirik. Gördüyünüz kimi, hər belə baxanda 3, 2 varsa yerinə, mövqeyinə görə elə yer var, biz ona 200 deyirik, elə yer var 2000 deyirik, elə var 20 deyirik, elə yer var adı üzərində mövqeyi var. Mövqeysiz say sistemi isə tamamilə bundan fərqlidir. Yəni mövqeyi olmayan say sistemidir ki, məsələn, buna rum rəqəmlər deyirlər. İndi bundan qısaca danışım. Bax, burada da 1-dir, burada da 1-dir, burada da 1-dir. Bunlar sadəcə 3, 10-a və yaxud da 3-cü sıra sayları səhv eləmirəmsə deyirlər, bilmirəm. Hər bir 1-i toplayıb cəm olaraq buna 3-dür. Yəni burada yerindən asılı olmayaraq hər biri 1 deyə xitab edirik. Yəni burada baxın nə yazır? Mövqeyi say sistemində ədədin rəqəmlərinin qiyməti mərtəbədən asılı olaraq dəyişmir. Aha, bax, tərif olaraq yazmışam. Tərif sevənlər üçün. Mövqesiz say sistemində ədədin rəqəmləri qiyməti mərtəbədən asılı olaraq dəyişmir. Yəni rəqəmlərin qiyməti onların mövqeyindən asılı deyil. Ki, mövqesiz say sistemi deyəndə də ilk ağla gələn Roma rəqəmləri, yəni ki, Romada yaranıb deyilir. Bunun da özünə görə öz dünyası var, öz əlifbası var ki, bax, bunun əlifbası da burada neçə var? 4, 7 hərfdən ibarət ki, hərflər deyə. Məsələn, buna birinci deyirik, V kimi görünə yəqin bilirik. 5-ci, 10, L, 50, C, 100, bu D-dir. 500 və M isə 1000 deyə biz buna xitab edirik. Şübhəsiz, mövqesiz də olsa, bunun da özünün üsul, ədəb və qaydaları var. İndi onlardan danışırıq. Demək dediyim kimi, mövqesiz say sistemi olsa da, bunun da bir üsulu, ədəbi var ki, qeyd eləmişəm, eyni rəqəm bir-birinin ardınca 3 dəfədən artıq yazılmır. Məsələn, az öncə dediyim kimi, məsələn, 3-cü, bu da 4 yazmaq istəsən bir dənə də xətt, 5 yazmaq, yəni belə dünya yoxdur. Eyni rəqəm maksimum 3 dəfə yazıla bilir. Və yaxud da burada gördüyün kimi. Və bunlar toplanılır da, yəqin bilirsiniz. Məsələn, bu birincilik, bu 5, belə deməkdir. 5 üstə gəl, 5 üstə gəl, 5. Bu 15 deməkdir bu arada. Sonra, ikinci hala baxaq. Əgər kiçik ədəd dəyərli rəqəm böyükdürsə, sonra gəlirsə toplanılır. Yəni, birinci böyük, sonra kiçik gəlirsə, bu qayda nəsə özüm oxuya bilmədim, yəni birinci böyük gəlirsə, ayrı-ayrılıqda bu 5-dir, bu da 1-dir. O zaman toplanılır. Yəni 5-in üstünə 1 gəlir, biz buna 6 deyirik. Yəqin bilirsiniz bu 11 deyə, 11-ci. 10 üstə gəl 1 gəlirik, 11 eləyir və s. və ilə axır. Bunlar hər birini öyrənmək lazımdır. C 100, D 500, X 10 deyə xitab olunur. Sonra yox, əgər kiçik ədəd birinci, sonra böyük ədəd gələrsə, o zaman böyükdən kiçik çıxılır. Yəni məsələn 1 4, yəni birinci bu 1-dir, bu 4-dür. Birinci kiçik, sonra böyük gəlirsə, böyükdən kiçik çıxır. Daha doğrusu 5. Böyükdən kiçik çıxır, 5 çıx 1, 4 deyə xitab edilir. Və yaxud da bax, belə olanda böyük, sonra kiçik gəlirsə, toplanılır. Yox, tərsidirsə, birinci kiçik, sonra böyük olursa, böyükdən kiçik çıxılır. Belə, sonra nə yazmışam qeyd olaraq? Kiçik rəqəm böyükdən əvvəl birinci dəfə yazıla bilər. Aha, kiçik rəqəm böyükdən əvvəl bir dəfə yazıla bilər. Yəni məsələn bunu demək istəyirəm. Bu 9-dur. Yəni bir dəfə kiçik ədəd burada bir dəfə yazıla bilər. Bir dəfə də belə xətt çəkmək belə şey yoxdur. Amma şübhəsiz böyükdən sonra kiçik yazıla bilər. Ən çoxu nə qədər yazıla bilər? 3 dəfə. Zaten burada yazılır. Bir-birinin arasında 3 dəfə yazıla bilər ki, buna da 13 deyirik. Qısaca mövqesiz say sistemlərindən qısaca danışdım. İndi keçim mövqeli say sistemi, yəni onluq say sistemindən danışacağam. Demək, onluq say sistemi ilə davam edirik. Onluq say sistemi mövqeli say sisteminə aid olan bir say sistemidir. Mövqeli say sistemi az öncə dedik ki, mövqeyi olan bir say sistemidir. Məsələn, 555 mərtəbədən asılı olaraq buradakı 5-ə 500 deyə xitab edirik, buradakı 5-ə 50 deyə xitab edirik, buradakı 5-ə 5 deyə xitab edirik. Bunu dedim. Ədədlərin onluq say sistemində yazılışır. Bax, ədədlərin onluq say sistemində yazılış forması, ədəbi ərkanı bundan ibarətdir ki, məsələn, bu hər hansı bir 2 rəqəmli ədəddir. Bunu göstərmək üçün, hərflə göstərmək istəyirsə, mütləq və mütləq üzərində xətt çəkilməlidir. Əks halda sən bunu bir əddi kimi düşünə bilərsən, yəni AB. Yəni bərabər deyil də buna. Bu vurma kimi düşünə bilərsən. Yəni etik qaydaya görə, üsluba görə mütləq üzərinə bu xətt çəkilməlidir. Məsələn, bunlara baxsaq, bu hər hansı 2 rəqəmli ədəddir demək istəmişəm. Məsələn, A-ya 1, B-yə 2 desək, 12. Burada BA, yəni rəqəmlərinin yerini dəyişib, olub 21. Bu hər hansı 3 rəqəmli ədəd, məsələn 123. Bu 2 rəqəmi təkrarlanıb, məsələn 1, 1, 2. Bu hər hansı 4 rəqəmli ədəd, məsələn A-ya 1 desək 1002, B-yə 3 desək 1234. Bu hər hansı rəqəmləri eyni olan 2 rəqəmli ədəddir, məsələn 44. Bu mənada. Ədədlərin onluq say sistemində yazılışı, bax A, B, C, D, hətta F də deyim. Hər hansı 4 rəqəmli, 5 rəqəmli ədəddir. Burada soldan, bax diqqətlə bax, soldan başlayaraq, yəni təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 min vur A, üstə gəlsin, 1000 vur B, üstə gəlsin, azalır mərtəbə. 100 vur C, üstə gəlsin, 10 vur D, üstə gəlsin, 1 vur F. Yəni bu hər hansı 5 rəqəmli ədəddir və bunların hər birinin arasında cəm işarəsi olmalıdır mütləq.
Mütləq və mütləq. Gördüyün kimi, bax bunu təkrar mən buradan yazım sənin üçün. Bu hər hansı 4 rəqəmli ədəd A, B, C-dir. Bax, 1000 təklik, onluq, yüzlük, minlik. 1000-i bu formada yazdım. Sənə onluq say sistemi nəyə görə bunu onluq say sistemi deyirlər? 10 üstü 3 deməkdir. 10 üstü 3 vur A və üstə gəlsin. 10 üstü 2 təklik, onluq, yüzlük, 100 B-dir. Yəni 100-ü 10 üstü 2 kimi yazıb B-yə vuracam. B. Üstə gəlsin. 10 üstü 1 vur C və üstə gəlsin. 1-dən sonra nə gəlir? 10 üstü 0 vur D. Bax, onluq say sistemi görürsən 10 üstü 3, 10 üstü 2, 10 üstü 1, 10 üstü 0. Getdikcə azalır. Yəni onluq say sistemi hər biri onun qatlarıdır. Yəni onun qüvvətləridir daha doğrusu. Məsələn, 7254 ədədini yazmaq lazımdırsa, 7 vur təklik, onluq, yüzlük, minlik. 7 vur 1000. Üstə gəlsin. 2 vur 1000-dən 10 üstü 3-dən 10 üstü 2 olacaq. Yəni 7 vur 100. 2 vur 100. Üstə gəlsin. 5 vur 10 və üstə gəlsin 4 vur 1. Gördüyün kimi 1000, 100, 10 və qüvvət azalır. Əlbəttə ki, bunları bir-birinə vursam, bu eləyəcək 7000, bu eləyəcək 200, burada orta cəm var. 200, digəri 5-i 10-a vuracam, eləyəcək 50 və üstə gəl 4-ü 1-ə vuracam 4. 7254-ə bərabərdir. Bunların hər birinə dostlar, birazdan bolca misallar həll eləyəcəksə daha aydın olacaq. Amma ümumi olaraq yazılış forması haqqında izahat verirəm. Burada qısaca, bu bəlkə də sizə lazım deyil, amma onluq kəsirlərin onluq say sistemində yazılışı. Yəni onluq kəsirlərin belə olacaq. Məsələn, hər hansı, məsələn, burada var da, məsələn, A, B, C, D. Hər hansı, məsələn, 12,35 deməkdir bu. Məsələn, bunu onluq say sistemində yazılışı gördüyün kimi. Bax, A, B, C, D. Bunu belə eləyəcəm. Vergüldən sola baxsaq, 2 rəqəmli ədəddə təklik onluq olacaq. 10 vur A, yəni 10-a üstə gəlsin. 1 vur B, yəni B. Vergüldən sonra üstə gəl olmağına üstə gəl olur. Fəqət artıq onluq kəsir rejiminə keçirik. Burada da belə olacaq. 0,1 C üstə gəlsin. Getdikcə 0,100 D üstə gəlsin. Yenə olsa tutaq ki 0,1000 F falan filan. Yəni burada göründüyü kimi bax AB 2 rəqəmli. Məsələn AB-ni H desəm, necə asasan? 10A üstə gəl B deyəsən də düzdür, adam da yazıb da 10A üstə gəl B. Sonra vergül. Artıq burada belə olur. Təklik onluq. Təklik onluq. 10,1 C, 100,1 D tərsə gedir sanki. 1000,1 F və s. və ilaxır kimi asılır və yaxud da onun qüvvət şəklində də, mənfi qüvvət şəklində də görə bilərsən. Yəni kimə necə uyğundursa. Burada yazmışam. 2 vur 10, 3 vur 1, üstə gəlsin. 4 vur 0,1, 7 vur 1000,1 və s. və ilaxır. Keçək indi bunun misal nümunələrinə. Demək, onluq say sistemi üzərində əməllər. Bax, burada birinciyə baxaq, dostlar. Hər hansı 2 rəqəmli ədədi rəqəmlərin yerini dəyişib toplayıb. Bir kərə bu məntiqlə yanaşın. Yəni, AB üstə gəl BA. Bu, məsələn, 21 üstə gəlsin, rəqəmlərin yerini dəyişib 12. Neçə eləyəcək? 33. Bu, o deməkdir ki, bu alınan cəm 11-in bir qatı olacaq. Bunun açılış forması olaraq, bax, burada yazıram. Mən bunun daha rahat yolunu sənə izah edəcəm, amma ilkin olaraq bil ki, necə açılır. Bax, bu ədədə baxsaq, AB-yə. Bunu gətirirəm, burada yazıram. Təklik, onluq. Olacaq nə? 10A. Orta həmçinin işarəsi olur. Üstə gəlsin. 1B. Üstə gəlsin. Sonra gəldik bura. Təklik, onluq. 10B. Üstə gəlsin. Tək A. Yəni 1A. Burada sonra oxşar ədədlərin islahı. 10A üstə gəl A. Edir 11A. 1B üstə gəl 10B. Edir 11B. Buradan da sən yəqin ki, 11-i mötərizə xaricinə çıxarıb A üstə gəl B alınacaq. Burada bunun mənası, hikməti ondan ibarətdir ki, yəni bu cəm həmişə 11-ə bölünən bir ədəd alınacaq. Yəni ədədin, bax, A və B rəqəmdir. Bu rəqəmləri toplayıb 11-ə vuracaqsan. Məsələn, bayaq biz yerinə, məsələn, 21, 12 qoyduq, neçə elədir? 32. Məsələn, bu səfər tutaq ki, 51, 10, məsələn, 15, 51 qoysaq. Rəqəmlərin cəmi neçə eləyəcək? 66. Həqiqətən, bura nə qədər qoysaq, alınan cəm 11-in bir qatı alınacaq. Çünki variantlarda bəzən yazılır ki, bu 11-ə tam bölünən ədəddir. Uşaq da deyir, ya qardaş, nə əlaqə var? Yəni, burada hikmət bundan ibarətdir. İkincisinə baxsaq. Bax, yenə yazıram. Təklik 10. Buradan yazıram. 10A. Üstə gəlsin 1B. Düzdür, çıxılsın. Təklik 10-luq. Belə yazım, mötərizdə yazım. 10B. Üstə gəlsin A. İstənilən halda hər zaman aralarında müsbət üstə gəl olmalıdır. Fəqət burada diqqətli olmaq lazımdır ki, yazanda əgər mənfi varsa, mütləq mötərizə açmalıyıq. Buradan açaq 10A. Üstə gəlsin B. Mənfini içəriyə dağıtsaq 10B. Çıxılsın A. Oxşar ədədlərə baxsaq 10A. Çıxılsın A. 9A. 1B çıxılsın 10B. 1B-dən 10B çıxanda mənfi 9B edir. Burada nəyə mötərizə xaricinə çıxaracam? Aferin, 9-u. Bu da o deməkdir ki, Azərbaycan da mənası o deməkdir ki, bu alınan ədəd hər zaman 9-a tam bölünən ədəd olacaq. Məsələn üçün, inanmırsan, məsələn, A-ya 4, B-yə 2 desək, yerini dəyişsək olacaq 24. Yəni 42 çıx 24. Neçə edir? 12-dən 4 çıxacam.
8, 3-dən 2, 18. Yəni, həqiqətən də 18-in içində 9-un qatıdır. Yəni, buradan alınan ədəd həmişə 9-a tam bölünən bir ədəd olunacaq. Yəni, 9K alınacaq. İstəyirəm artıq daha rahat yolunu sizə öyrədim. Uşaqlar, bunu hər səfər belə açmağa çox da sizə tövsiyə görmürəm. Yəni, mən normalda belə edirəm. Bilmək istəyirsinizsə. Mənfi falan əgər məni çaşdırırsa, bax, diqqətlə qulaq as. Bax, bura baxırıq, bura odaqlanın. Burada neçə A var? Təklik, onluq, 100A. Düzdür, 100A. Çıxılsın. Neçə A var burada? Tək A. 100A-dan 1A çıxanda neçəyə A eləyir? 99A. Açmadan yazırıq. Sonra gəldik bura. Neçə B var? Təklik, onluq. 10B. Çıxılsın. 1, təklik, onluq, 100-lük. Bax, 10B-dən 100B-ni çıxdım. Neçə elədi? 10B-dən 100B-ni çıxanda mənfi 90B. Bax, yazdım. Sonra gəldik bura. 1C çıxılsın. Neçəsi? Təklik, onluq. 1C-dən 10C çıxanda mənfi 9C eləyir. Bax, təkrar deyirəm sizə. Diqqətlə bax. Təklik, onluq, 100. 100A-dan çıxacam. Burada çıxmadı. 100A-dan 1A çıxanda eləyəcək 99A. Sonra 10B çıxacam. Təklik, onluq, 100B-ni. Mənfi 90B. Sonra 1C çıxılsın 10C. Təklik, onluq. Mənfi 9C. Mən düşünürəm ki, belə misal eləyəndə daha sürətli və daha iti cavab alınır. Məsələn, ya bunu eləyək. Əks halda mən bunu açıb yazsaq çox vaxt baha başa gələcək bizə. Bax, A-ya baxın. Birinci A-ya odaqlanırıq. Əlbəttə ki, soldan başlayaq. Təklik, onluq, 100-lük, minlik. Baxın, təzədən sayım. Təklik, onluq, 100-lük, minlik, 10.000. 10.000-dən çıxacam. Təklik, onluq, 100-lük, minlik, 10.000. Bu A-lar gedir. 10.000 A-dan 10.000 A gedəcək. Çıxanda ki, bu ortada çıxmadı. A, üstə gəlmə olanda da üstə gələcəm. Söhbət aralarındakı üstə gəlmədən getmir. Aralarında hər zaman üstə gəlmə var bu hərflərin arasında. Mən sadəcə bu A-ya odaqlanıram, bir də digər A-ya odaqlanıram və bunun arasındakı münasibət çıxmadısa çıxıram, toplamadısa toplayıram. Yəni, buradakı A-lar getdi. Sonra gəlirik, odaqlanırıq B-yə. Təklik, onluq, 100-lük, 1000B, diqqətlə bax, 1000B çıxılsın. Neçə B var burada? 10B. 1000B-dən 10B çıxanda eləyəcək 990B. Varmı problem? Yox. Sonra düşürük C-nin üstünə. Neçə C var burada? 100C. Düzdür? Çıxılsın. Burada da təklik, onluq, 100. 100C. C-lərim də getdi. Burada sonra nə qaldı? Burada neçə qalmışdı? Bunu yazın. 990B. C-lər də getdi buradan. Qaldı burada Y. Neçə Y var burada? Tək Y, çıxılsın tək Y. Y-lərim də getdi buradan. Nə qaldı burada? 990B. Böləcəm 90-a. Sıfırım getdi. 99-u da 9-a böləcəm. 11B-yə bərabər oldu. Yəni, gördüyün kimi belə yazmaq mən düşünürəm ki, daha rahatdır, daha sürətlidir. İstəyirəm bir toplama ilə də bura baxaq. Bax, bura baxıram. Soldan. Neçə A-ya odaqlanmışam? Neçə A var burada? 10A. Üstə gələcəm 1A. Neçə A elədi? 11A. Sonra B-yə baxıram. 1B, üstə gəl 10B. Elədi 11, bura 11A idi. Üstə gəlsin 11. Belə yazmaq daha rahat olacaq. Bunları özünüz də məncə bir ikisinə baxaq, sonra gerisini özünüz eləyərsiniz. Bax, bunu artıq bildikdə A, 10A, üstə gəlsin A. Bax, 11A. 1B, üstə gəl 10B, 11B. Bərabərdir 55. Buradan 11-i mötərizə xaricində çıxarıb, A üstə gəl B bərabərdir 55. 11-i 55-ə ixtisar gedəcək. A üstə gəl B bərabərdir neçə? 5. Yəni, ədədin rəqəmlərinin cəmi nəyə bərabərdir? 5-ə bərabərdir. İkinci suala baxaq. AA, yəni, nə demək istəyir? Bax, təklik onluq. 10A üstə gəl bir dənə A böləcək 11A. Üstə gəlsin 1B üstə gəl 10B, 11B. Bərabərdir 77. Hər tərəfi 11-ə bölmək və yaxud da kimisinə görə 11-i mötərizə xaricində çıxartsaq, hər tərəfi 11-ə bölsək, olacaq A üstə gəl B bərabərdir 7. Cəmi 7-yə bərabər olan rəqəmin maksimum qiymətini soruşur. Burada belə bir hikmət var ki, cəmi verib, hasilin ən böyüyünü soruşursa, rəqəmlər bir-birinə maksimum yaxın olmalıdır. Necə yəni müəllim? Bax, məsələn, cəmi 7 olan nədir? Məsələn, 1, 6, 2, 5, 3, 4, 0, 7. Şübhəsiz 0 ola bilməz, çünki A sıfırdan başlamır, ona görə 0 yazmır. Bax, bunların hasilinə bax, 6, 10, 12 və həqiqətən də dediyim kimi cəm verib hasilin maksimum qiymətini soruşursa, cəmi təşkil edən ədədlərin bir-birinə ən yaxın olduğu aralıqda hasil ən böyük olur. Əlbəttə ki, aralı olduğu aralıq da hasilin minimum qiymətində bərabər olacaq. Keçək 3-ə. Bax, neçə A var burada? 10A. Çıxacam 1A-nı. Neçə A elədi? 9A. Neçə B var burada? 1B. Çıxacam neçə B-ni? 10B-ni. Yəni 9A çıxılsın 9B bərabərdir 63, A çıx B bərabərdir 7. Artıq buranı yəqin ki, bilirsiniz. Bu, test topsunun sualıdır. Bunu al məntiqlə də alt-alta da yazıb daha tez yazmaq olar. Amma burada niyyətim onluq sayı sisteminin açılışı falan filandır. Bax, belə, neçə A var burada? Təklik, onluq, 100-lük. 100A-dan çıxacam 10A-nı. 90A. Neçə B var? 10B. Çıxacam 1B-ni. Neçə B qaldı? Müsbət 10B-dən 1B çıxanda müsbət 9B. Və üstə gəl 7. 90A, üstə gəl 9B və üstə gəl 7. Bərabərdir 133.
7-ni qarşı tərəfə atsaq, 90A üstə gəlsin 9B bərabərdir 126. Və 9-u mötərizə xaricdən çıxarsaq, 10A üstə gəl B bərabərdir 126. Hər tərəfi 9-a bölsək, qalacaq 10A üstə gəl B bərabərdir 14. 10A üstə gəl B 14-dür. Adam 10A üstə gəl B nəyin asılışıdır əslində? AB-nin asılışıdır da, düzdür? AB bərabərdir 14-dür demək. Yəni, demək istəyir ki, A 1-dir, B 4-dür. Həmin iki rəqəmli ədədin rəqəmlərinin cəmini soruşur ki, cavab da 5-ə bərabərdir. 5-ci misala da sizə heç nə deyəsən qalmadı. Ev yoxdur. 5-ci misala baxsaq. Asaq bax, neçə A var burada? 10A. Düzdür? Çıxacam. Neçə A-nı? 1 A-nı. 9-a. Sonra 1B çıxacam 10B. Mənfi 9B. Bölünsün A açıq B-ni. Buradan da 9-u mötərizə xaricdən çıxartsaq. Biraz burada. Və burada da məxrəcdə də A açıq B qalacaq. Cavab eləyəcək 9. Bunu qiymət də verib baxa bilərsən. Məsələn, bunların hər birini qiymətlə də tapa bilərsən. Məsələn, deyək A-ya 3, B-yə 2 versək, 32 çıxılsın. Rəqəmlərin yerini dəyişsək, eləyir neçə? 23. Və böləcəm ədədin rəqəmlərinin fərqi, yəni 3 çıx 2-yə. Yenə də cavab 9-a bərabər olacaq. Və yaxud da bunu da dediyim kimi alt-alta da yazıb daha sürətli çıxa bilərsən. Və bunu eləyək. 6 biraz maraqlı misaldır. Məsələn, burada neçə A var? Digərində A yoxdur, düzdür? Ona görə bir buna odaqlanıraq. Bir dəqiqə. Biraz çox və tez-tez danışdım. Neçə A var? Mən bunu tək açsam olacaq. Təklik 10-luq. 10A üstə gəl 1A, 11A. 11A üstə gəlsin, bax yazıram. 11A üstə gəlsin, sərqəli yazım. Neçə B var? 11B. Aşağıda artıq çoxlu elədik də buradan. 10A çıxılsın A, 9A çıxılsın 9B eləyəcək. Özünüz artıq yuxarıda dəfələrlə eləmişik, sən özün də artıq aç. Bərabərdir 11-ə. Bir anlıq uşaq düşünə bilər ki, ayda, kaş buradan bu da üstə gəl olardı, mötərizə xaricdən çıxarardım, A üstə gəl bellər gedərdi falan filan. Amma təəssüf ki, hər zaman istədiyimiz kimi olmur. Bunu çarpaz vursan, olacaq 11A üstə gəlsin 11B, biri buna vurdum, bir də 10 bərabərdir. 11-i vuracam 9, belə yazaq hətta 9A çıx 9B-yə. Buradan 11-i çıxart mötərizə xaricindən, qalacaq A üstə gəl B bərabərdir. 11 vurulsun. Burada nəyə çıxararıq? 9-u. 9-u çıxarsa qalacaq A çıx B. Yəqin 11-in 11 ilə ixtisar getdiyini görəcəksən. Geriyə nə qalır? A üstə gəl B bərabərdir. 9-u mötərizənin içinə 9A çıxılsın 9B yazsaq. Və A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirsək, 9A çıx A olacaq 8A bərabərdir. Mənfi 9B də qarşıya keçsə müsbət kimi keçəcək 10B-yə. Hər tərəfi 2-yə bölsəm 5B bərabərdir 4A. Burada şərtdə mən əslində yazmalıyam ki, A və B burada 2 rəqəmli ədəddir. Bu halda nisbət tənasıb mövzusundan biz bilirik ki, B burada 4 və onun qatlarına bərabərdir. A da 5 və onun qatlarına bərabərdir. Qatları 1-dir ki, A burada 5, B də 4-dür. Həmin ədədin rəqəmlərinin hasili, yəni həmin 2 rəqəmli ədəd dostlar 54-dür. Rəqəmlərin hasili də 20-yə bərabərdir. Cavab 20-dir. Bax, bu hissəni ola bilər tam anlamadın. Nisbət tənasıb mövzusunda sırası gəlində keçəcəm. Mən bəzən uşaqlara dərs keçəndə qısaca bu barədə məlumat verirəm ki, çünki natural ədədlərdə bu hallar çox olur. Hər ədəd özünün qarşısındakı və qatlarına bərabərdir. Nəysə, bunu da tapdıq 20 və sonuncusu ədədin sağına, bunu əslində sizə deməyə də bilərəm, ədədin sağına və soluna ədəd yazılması. Ədədin sağına və soluna ədəd yazılması. Ya belə eləyək də, əgər bu hissə sənə maraqlıdırsa, mütləq mənə kommentlərdə yaz. Mən sənə bunu belə deyək də, sənin üçün məxsusi bunu izah edib çəkim atım. Bax, yenə deyirəm. Misallar var ki, ədədin sağına filan ədəd yazıldı və ədəd bu qədər dəyişdi, artdı və sairən və ilaxır. Bu formada olan misallar test opsiyasında da bir xeyli var. Amma bunu deyim ki, çox rahat, amma çox rahat bunun yolu var. Əgər sənə bu yol maraqlıdırsa, mütləq mənə geri dönüş elə kommentlərdə yaz ki, mən bu barədə sənə ayrıca video dərs çəkim paylaşım.